Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 2-ci hissə səhifə demək Azərbaycan Respublikasının əhalisi bölməsində səhifə 146-dan başlayaraq bir neçə testlərin izahını verəcəyəm. Məsələ ona fikir verək. Məsələnin izahını verməzdən öncə qeydlər edək. Biz keçən video dərslərdə də qeyd etmişdik. Cins yaş piramidası, yaş cins piramidaları əhalinin yaş və cins üzrə paylanmasını göstərən diaqramlardır və onlar əhalinin say strukturunu əyani şəkildə əks etdirir. Fikir versək, demək iki cür piramida burada əks olunmuşdur. İnkişaf etmiş ölkələr üçün və inkişaf etməkdə olan ölkələr üçün piramida və yaş qruplarına fikir versək, inkişaf etmiş ölkələrdə orta yaş nəsil və yaşlı nəsil daha çox demək faiz təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə uşaqların sayı və orta yaş nəsli daha çox faiz təşkil edir. Və 2024-cü il nəzəriyyə kitabında Güvən Nəşriyyatı da əks olunan piramidalara fikir verək. Göy rənglərdəki qadınlar, qırmızı rəngdə kişilər təsvir edilmişdir, kişilərin sayları. İnkişaf etmiş ölkələr üçün burada olan piramida qeyd edilir və bir də inkişaf etməkdə olan ölkələr üçün piramidalar və burada faizlər göstərilmişdir. Dünyanın müxtəlif regionlarında əhalinin yaş tərkibinin qruplar üzrə paylanması faizlə verilmişdir. Misal üçün, Avstraliya və Okeaniyaya fikir versək, Cənubi Amerika, Şimali Amerika, Afrika, Asiya, Avropa regionu üçün dünya üzrə. Avropa regionu üçün fikir versək, yaşlı nəsil və orta nəsil. Asiyada yaşlı nəslin faizi çox aşağıdır, Afrikada aşağıdır. Orta nəsillə uşaqların faizi yüksək demək qeyd olunmuşdur, burada göstərilir. Yəni piramidalarda əsasən cins yaş piramidalara əks olunur. Misal üçün burada nümunələrə fikir versək, 2009-cu il üçün tərtib edilmiş əhalinin cins yaş piramidasına əsasən böhran neçənci illərdə, demoqrafik böhran neçənci illərdə baş vermişdir. Demək, neçənci illərdə baş vermişdir. Cins yaş piramidasında fərqləndirilən yaş qruplarının 10-14 yaş fikir versək, 10-14 yaş aralığında deməli, neçə il öncə doğulduğunu tapıb, məsələnin şərtində demək, verilən illərdən çıxmaq lazımdır. Misal üçün 10-dan 0-a çıxırıq, çünki burada 10 yaş, bir də 14 yaş aralığında olacaqdır və bir də 14-dən 0-a çıxıb tapırıq 10 il, 2009-dan 10 ili çıxıb tapırıq 1999-cu il və bir də 14-dən 0-a çıxıb tapırıq 14, 2009-dan da 14 ili çıxıb tapırıq 1995-ci illər. Deməli, 1995-1999-cu illərdə demoqrafik böhran baş vermişdir. Misal üçün 2000-ci ildə tərtib edilmiş cins yaş piramidasına əsasən həqiqi hərbi xidmətə çağırışçıların demək toplanması problemi neçənci illərdə təsadüf etmişdir. Piramidaya fikir verək, 5-9 yaş aralığında demək ki, burada əhalinin təbii artımı aşağı olmuşdur. Yəni, faiz aşağıdır, kişilərlə qadınların faizi aşağıdır. Ona görə də 18-dən 5 çıxırıq, demək 13 il və 2003-cü, çünki bizə 2000-ci il daha doğrusu tərtib olunmuşdur. 2000 üzərinə 13 gəlib 2013-cü il və bir də 18-dən 9-u çıxırıq. Çünki birində 5 yaş, birində də 9 yaş qeyd olunur. Və 2000 üzərinə 9 gəlib, tapırıq 2009-cu il.
Və cavabımız olur 2009 və 2013-cü illərdə hərbi çağırışçıların, hərbi xidmətə çağırışçıların toplanması problemi baş vermişdir. Və sonraki məsələmizdə yeni müasir məsələlərdə biz ölkə əhalisinin demək fikir verək. Ölkə əhalisi işləməkdən yayınanlardan 3 qrupa ayrılır. Yəni ölkə əhalisini burada 3 qrupa bölürük. Əmək ehtiyatları və əmək qabiliyyəti olmayan 16 yaşa qədər olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar və işləməyən təqaüdçülər. Yəni 16 yaşa qədər. Və biz indi məsələ həllərində istifadə edəcəyik piramidalarda. Əmək ehtiyatları da özü də 2 yerə bölünür. Məşğul olanlar və bir də işsizlər. İndi isə məsələmizi həll edək. Demək, məsələ 268-ə baxaq. Demək, məsələ 268-də məsələ 10-a fikir verək. Azərbaycanda 2010-cu il üçün qurulan cins yaş piramidasına əsasən əmək qabiliyyətli əhali arasında demək, əhali arasında sayı ən çox olan qrupun anadan olduğu illəri müəyyən edin. Burada fikir verək. Əmək qabiliyyətli deyir. Əmək qabiliyyətli deyirsə, demək biz burada 20 və 24 yaşlarında fikir versək, faiz göstəriciləri yüksəkdir. Yəni sayları yüksəkdir. 20-24 yaşlarında əmək qabiliyyətli əhali arasında qeyd edir. Sayı ən çox olan qrupun anadan olduğu illər. İndi demək bizdə də 2010-cu il üçün deyilir. 2010-cu il üçün deyilirsə, əvvəlcə 2010-dan 20-ni çıxırıq, tapırıq 1990 və 2010-dan 24 çıxırıq, tapırıq 1986. Deməli, 1990-cı ildə və bir də 1986-cı illərdə anadan olan illərdir. Yəni, burada əgər həmin illərdə anadan olmuşdursa, deməli, 20-24 yaşlarında artıq əmək qabiliyyətli əhali demək, sayı daha çox olacaqdır. Saylar daha çox olacaqdır. Məsələ 11-ə baxaq. Azərbaycanda 2010-cu il üçün tərtib edilən əhalinin cins yaş piramidasına əsasən əmək ehtiyatlarına daxil olmayan deyirsə, əmək ehtiyatlarına, yəni fikir versək, əmək ehtiyatlarına həm məşğul əhali, həm də işsizlər daxil edir. Lakin əmək ehtiyatlarına daxil olmayanlar, əmək qabiliyyəti olmayanlar, 16 yaşa qədər olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar və işləməyən təqaüdçülər daxildir. Və 16 yaşa qədər deyirsə, 2010 üzərinə 16 gəlib 2026. Deməli, 16-dan 0 çıxırıq 16 və 16-dan 4-ü çıxırıq. Burada fikir verək, piramidaya fikir verək. 0 və 4 yaş aralığında deməli, burada əmək qabiliyyəti, əmək ehtiyatlarına daxil olmayan əhali içərisində deyir, sayı ən çox olan qrupun. Və demək, əvvəlcə 16-dan 0-ı çıxırıq 16, bir də 16-dan 4-ü çıxırıq 12. 2010 üzərinə əvvəlcə 16-nı gəlib 2026, sonra 2010 üzərinə 12-ni gəlib tapırıq 2022. Deməli, 2022-ci ildə və 2026-cı illərdə əmək qabiliyyətli əhali, yəni sayı ən çox olan qrupun əmək qabiliyyətli yaşa çatacağı illərdir. Sonra məsələ 12-yə fikir verək. Gəncə Daşkəsən iqtisadi rayonunda əhalinin sayı 2021-ci ilin əvvəlində 611 min nəfər, əhalinin təbii artımı hər 1000 nəfərə 2 nəfər olmuşdur. İlin sonunda əhalinin sayının 612.500 nəfər olduğunu nəzərə alaraq mexaniki artımı hesablayın. Biz bilirik ki, əhali həm təbii artım, həm də mexaniki artım hesabına artır və demək 612.500-dən çıxırıq 611.000 nəfəri çıxıb, tapırıq ümumi artımımız olur 1500 nəfər. 1500 nəfər də demək bizim təbii artımımız da əgər 1000 nəfərə 2 nəfər düşürsə,
Deməli 611 min x buradan tapırıq 1222 nəfər. Təbii artımımız da olur 1222 nəfər. Ümumi artımımız 1500-dən çıxırıq. Təbii artımı buradan tapırıq 278 nəfər. Deməli mexaniki artımımız olur. Bizdən mexaniki artım istəyir. Mexaniki artım olur 278 nəfər. Doğru cavabımız Y variantında düzgün verilmişdir. Məsələ 24-ə baxaq. 2024-cü ildə, ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 10.180.000 nəfər olmuşdur. Hər 1000 nəfərə təbii artım 4,6 nəfər olduğunu bilərək əhalinin illik mütləq artımını hesablayın. Demək, illik mütləq artımı deyirsə, hər 1000 nəfərə 4,6 nəfər düşürsə, 10.180.000 x buradan tapırıq 46.828 nəfər düşər. Məsələ 26-ya baxaq. Azərbaycan Respublikasında iqtisadi fəal əhalinin 2020-ci ildə sayı 4,3 milyon nəfər, 2025-ci ilin əvvəlində isə 4.475.000 nəfər olmuşdur. Keçən müddət ərzində bu qrup əhalinin orta illik artımını hesablayın və keçən müddət ərzində deyirsə 2025-ci illə 2020-ci il arasında il fərqi 5 ildir. Əgər 4.475.000 nəfərdən 44.300.000 nəfər çıxdıqda 175.000 nəfər edir. Yəni artımımız olur. İqtisadi fəal əhalinin artımı olur 175.000 nəfər. 5 il ərzində 175.000 nəfərdirsə, 1 il ərzində 35.000 nəfər olar. Məsələ 27-yə baxaq. Azərbaycan Respublikasının əhalisinin sayı 2010-cu ildə 9 milyon nəfər, orta illik artım 1000 nəfərə 10 nəfər olmuşdur. Artım sürətinin saxlanıldığı şəraitdə 2015-ci ildə əhalinin sayı neçə nəfər olar? Yenə də 1000 nəfərə 10 nəfərdirsə, 9 milyon nəfərə x buradan tapırıq 90.000 nəfər və 1 ildə 90.000 nəfərdirsə, 5 ildə 450.000 nəfər olar. 2015-ci illə 2010-cu il arasında il fərqi 5 ildir və əhalimizin sayı 9 milyon nəfərdirsə, üzərinə gəlirik artımı tapırıq 9.450.000 nəfər olar 2015-ci ildə. Məsələ 28-ə fikir verək. Respublikamızda əhalinin sayının 2000-ci ildə 8 milyon, 2008-ci ildə 8,6 milyon nəfər olduğunu nəzərə alıb, orta artım göstəricilərindən istifadə edərək 2002-ci ildə ölkəmizdə əhalinin sayını hesablayın. Bayaqki qaydada 2008-ci illə 2000-ci il arasında 8 il fərq var və 8,6 milyondan 8 milyon çıxıb tapırıq artımımız olubdur 0,6 milyon nəfər. 8 il ərzində artım olub 0,6 milyon nəfər, 1 il ərzində 75.000 nəfər olacaqdır. Lakin bizdən 2002-ci il soruşur. 2002-ci ildə ölkəmizdə əhalinin sayını soruşur. 2002-ci illə 2000-ci il arasında il fərqi 2 ildir. 1 ildə artım 75.000 nəfərdirsə, 2 il ərzində artım 150.000 nəfər olacaqdır. Və əhalinin sayı 2000-ci ildə 8 milyon nəfər idisə, üzərinə artımı gəlib tapırıq, 2 il ərzindəki artımı gəlib tapırıq 8 milyon 150.000 nəfəri tapmış oluruq. Yəni 2002-ci ildə əhalinin sayı olur 8 milyon 150.000 nəfər. Məsələ 47-yə baxaq. Ölkəmizdə 2011-ci ildə əhalinin sayı 9 milyon 110.000 nəfər, doğulanların sayı 176.000 nəfər, ölənlərin sayı 53.000 nəfər və 2023-cü ildə isə müvafiq olaraq 10 milyon 127.000 nəfər, doğulanların sayı, ölənlərin sayı burada qeyd olunur və bu göstəriciləri nəzərə alaraq doğru olan ifadələri müəyyən edin. Rəqəmlərlə biz əvvəlcə təbii artımımızı tapırıq. Təbii artım, yəni doğulanlarla ölənlər arasındakı fərq 123.000 nəfər, təbii artım olur 123.000 nəfər. 2023-cü illə 2011-ci il arasında il fərqi 23-cü illə 11-ci il arasında il fərqi 12 ildir.
və demək 10 milyon 127 mindən 9 milyon 110 min çıxıb tapırıq, ümumi artımımızı tapırıq. Ümumi artımımız olur 1 milyon 17 min nəfər olar. 12 il ərzində 1 milyon 17 min nəfərdirsə, 1 il ərzində 84.750 nəfər olar. Və demək digər illərdə, yəni 113 mindən çıxırıq 63 mini, 2023-cü ildə qeyd edir ki, doğulanların sayı 113 min, ölənlərin sayı 60 min və təbii artım olur 53 min nəfər. Burada sıxlıq tapmaq üçün bizim düsturlarımız var idi. Əhalinin sayını ölkə ərazisinin sahəsinə bölürdük. Rəqəmləri yazırıq. 9 milyon 110 mini bölürük 86,6 kvadrat kilometr, yəni 86.600 kvadrat kilometr ölkə ərazisinin sahəsinə bölürük. Burada tapırıq 105 demək nəfər kvadrat kilometr. Və bir də sıxlığı tapmaq istəyiriksə, yenə ikinci ildə, yəni 2023-cü il üçün 10 milyon 127 min nəfər bölürük 86.600 kvadrat kilometr. Burada da tapırıq sıxlıq olur 116 nəfər kvadrat kilometr. Və buradakı cavablara baxırıq. 3-cü, 5-ci, 6-cı cavaba baxdıq. Əhalinin orta sıxlığı artmışdır. Doğrudan da demək ki, 2011-ci ildə sıxlıq olub 105 nəfər kvadrat kilometr, 2023-cü ildə olub 116 nəfər kvadrat kilometr. Əhalinin ümumi sayı artmışdır. Doğrudan da əhalinin ümumi sayı artmışdır. Burada qeyd olunur. 2011-ci ildə 9 milyon 110 min nəfər və 2023-cü ildə 10 milyon 127 min nəfər. Bu doğru cavabdır. Bir də təbii artım sürəti aşağı düşmüşdür. Fikir versək, demək ki, ilk öncə təbii artım olmuşdur. 123 min nəfər təbii artım olmuşdur. Yəni doğulanlardan ölənlərin sayını çıxanda təbii artım 123 min nəfər, lakin sonraki ildə, yəni 2023-cü ildə 53 min nəfər olmuşdur. Yəni təbii artım sürəti aşağı düşmüşdür. 53 min nəfər olmuşdur. Məsələ 49-a fikir verək. Demək, Azərbaycanda əhalinin sayı 2000-ci ildə 8 milyon 55 min nəfər, 2025-ci ildə 10 milyon 220 min nəfər olmuşdur. Bu dövrdə əhalinin sıxlığının artımını hesablayın. Sıxlığının artımını istəyir bizdən. Əhalinin sıxlığını tapmaq üçün bizim düsturlarımız var idi. Bayaqki qaydada rəqəmləri yazıb tapırıq. Demək 93 nəfər kvadrat kilometr və qeyd edir ki, demək 2025-ci ildə əhalinin sayı 10 milyon 220 min nəfər olmuşdur. 10 milyon 220 mini bölürük 86.600-ə, tapırıq 118 min nəfər. Və 25 il ərzində 118 nəfərdən çıxırıq 93, yəni 118 nəfər kvadrat kilometr sıxlıqları çıxırıq, tapırıq 25 nəfər kvadrat kilometr. Məsələ 50-yə baxaq. Hesabat ilində ölkədə əhalinin sayı demək 10 milyon 100 min nəfər, təbii artım isə 50 min 500 nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artım neçə nəfər olmuşdur? Demək, burada da 5 nəfər olar. Bayaqki qaydada demək 10 milyon 100 min nəfər artımımız olub 50 min 500 nəfər, 1000 nəfərə 5 nəfər olar. Məsələ 51-ə baxaq. Quba Xaçmaz iqtisadi rayonunda əhalinin ümumi sayı 562 min nəfərdir. Bunun 75%-i türk mənşəli Azərbaycanlılardır. İqtisadi rayonda yaşayan digər xalqların, az saylı xalqların neçə min nəfər olduğunu hesablayın. Demək, 562 min nəfər 100% qəbul ediriksə, 75%-i 421.500 nəfər edir. Və ümumi əhalinin sayından çıxırıq 421.500 nəfəri, tapırıq digər az saylı xalqların sayını tapmış oluruq 140.500 nəfər. Demək, məsələ 52-yə baxaq. Dağlıq Şirvan iqtisadi rayonunda 2009-cu ilin əvvəlində əhalinin sayı 280.900 nəfər,
2012-ci ilin əvvəlində 292 min nəfər olmuşdur. Keçən dövr ərzində İqtisadi rayonda təbii artım hesabına əhalinin sayı 6,1 min nəfər artmışdır. Miqrasiya hesabına artımın, əhali artımının neçə faiz olduğunu müəyyən edin. Burada artıq faizlə istəyir bizdən. 2012-ci illə 2009-cu il arasında il fərqi 3 ildir. 292 mindən 280 min 900 nəfərə çıxıb tapırıq 11.100 nəfər. Bu olur ümumi artım. Əgər ümumi artımımız 11.100 nəfərdirsə çıxırıq 6.100 nəfəri. Çünki qeyd edir ki, təbii artım hesabına 6,1 min nəfər artmışdır. Və çıxırıq 6.100 nəfəri, tapırıq 5.000 nəfər faizlə istəyir, mexaniki artım faizlə istəyir. Və əgər 11.100 nəfəri 100% qəbul ediriksə, miqrasiya hesabına əhalinin faizi olur 45%. 45%. Məsələ 53-ə baxaq. Gəncə demək şəhərində 2010-cu ilin əvvəlində əhalinin sayı 329,6 min nəfər, 2025-ci ilin əvvəlində isə 344,1 min nəfər olmuşdur. Keçən dövr ərzində şəhərdə təbii artım hesabına əhalinin sayı 5,2 min nəfər artmışdır. Əhalinin miqrasiya hesabına artımının neçə min nəfər olduğunu müəyyən edin. Təbii artım hesabına 5,2 nəfər olmuşdursa, demək 2025-ci illə 2010-cu il arasında il fərqi 15 il və 344.100 nəfərdən çıxırıq 329.600 nəfər tapırıq miqrasiya hesabına artım tapırıq 14.500 nəfər və 14.500-dən çıxırıq 5.200-ü təbii artım qeyd edir ki 5,2 min nəfər olmuşdur və tapırıq 9.300 nəfəri tapmış oluruq. Ümumi artımımız 14.500 nəfər, çıxırıq təbii artım 5.200 nəfər və miqrasiya hesabına artım olur 9.300 nəfər. Məsələ 54-ə baxaq. Faiz göstəricisindən istəsəydi 64% olardı. Demək, məsələ 54-ə baxaq. Azərbaycanın əhalinin sayı 2025-ci ildə məlumatlarına görə 10,2 milyon nəfər, əhalinin 49% kişilərin təşkil etdiyi nəzərə alaraq qadınların kişilərdən neçə min nəfər çox olduğunu müəyyən edin. Demək, kişilərin faizi 49%-dirsə 100%-dən 49% çıxıb qadınların faizini tapırıq 51%. Əhalinin sayı 10.200.000 nəfərdirsə 100%-dirsə 51%-i x buradan tapırıq 5.202.000 nəfər qadınların sayı olar. Ölkədəki qadınların sayı ümumi əhalinin sayından çıxırıq qadınların sayını tapırıq kişilərin sayı 4.998.000 nəfər və bizdən soruşur ki, qadınların kişilərdən neçə min nəfər çox olduğunu soruşur. Qadınların sayı 5.202.000 nəfər, çıxırıq kişilərin sayı 4.998.000 nəfər, tapırıq 204.000 nəfər deməli çox olar qadınlar kişilərdən.